Salam dostlar, xoş gördük sizlərə. Bugün yenə sizlərlə video çarxı hazırlamaq qərarına gəldim və çox saylı istəklərə baxaraq izləyicilərimizin balıqların ölüm haqqında video istəmişdilər və onu da çəkib sizlərə təqdim edirəm. Bildiyiniz kimi balıqlarda ölüm faktor baş verir. Çünki balıqlarımızın bir nömrəli qidalanma məsələlərinə diqqət yetirmək lazımdır. Çünki qidalanma çox önəmlidir. Bəzi insanlar qidalanmanı çox güclü şəkildə edir. Məsəl üçün 2 günlük yemi istifadə edənlər var balıqlar üçün və yaxud 3 günlük yem istifadə edənlər var. Həm su bulanır, həm zibillər çoxalır, zəhərlənmə verir balıqlara. Yəni hər tərəfli ziyandır. Balıqlarda qəbizlik yaradır, şişkinlik yaradır. Balıqlarda pul dönmə yaradır. Yəni bu çox vacib məsələlərdən biri də odur ki, balıqlara artıqdan yem verməyə ehtiyac yoxdur. Bir gün verməmək lazımdır diyet kimi. Bağırsaqlar təmizlənsin. Yəni 3 gündən balıq yeməsə heç bir ziyanı yoxdur. Amma ki, narın balıqlar varsa akvariumda vermək şərtdir. Az da olsa vermək lazımdır ki, narın balıqları yeməsin. Və önündə gedən yeməklərdən biri də artemiyadır. Bildiyiniz kimi artemiya protein mənbəyidir. Biz də öz balıqlarımız üçün artemiya veririk. Balıqlara da veririk. Böyüklərə də veririk. Artemiyadan sonra yəni tükan yemi deyə bilərik. Çünki artemiyadır, su birəsidir və s. və axır. Bəzi canlı yemlər vardı. Onların üstünə yem yoxdur. Əlimizdə gördüyünüz bu qabdakı yem isə tükan yemidir. Həftədə 2 dəfə artemiya veririk. Qalan günləri isə tükan yemi ilə qidalandırırıq balıqlarımızı. Və siz də istəsəz əgər artemiya da verə bilərsiniz, tükan yemi ilə də qidalandıra bilərsiniz. Amma çox olmayaraq balıqlarda qəbizlik yaratmamaq şərti ilə siz də rahatçılıqla istifadə edə bilərsiniz. Və gördüyünüz kimi bir dəfə bir balaca verib gözləyirik. Tam yeyib qutarandan 5-10 saniyə sonra tam qutaran kimi bir də veririk. Yəni səbirlə, təmkinlə. Çünki tam yeyib qutarmamış bir də versək, balıqlar görməmiş kimi yeyəcəklər və qəbizlik yaranacaq. Balıqlarda da qəbizlik yaranmağı çox tez baş verir. Şişkinlik yaradır, qəbizlik yaradır və baxırsan ki, balıqlar bir-bir ölməyə başlayır. Çox vacib amillərdən biridir. Yəni belə şeylərə diqqət yetirsək, balıqlarda yəni ölüm faktoru baş verməz. Bir də ən əsası su təmizliyinə diqqət yetirmək lazımdır. Pipo filtrdirsə piponu, biofiltrdirsə yenə də filtri təmizləmək lazımdır. Vaxtında qulluq etmək lazımdır ki, suda amonyaklar yığılmasın. Amonyaklar bildiyiniz kimi yığılanda zəhərlənmə verir balıqlara və ölüm faktoru baş verir. Dostlar, gördüyünüz kimi akvariuma ilk öncə verdiyimiz yemi yedilər və əlimizdəki yemi də əlavə etdim. Onu da hazırda yeyirlər. İndi əlavə etdiyimiz yemi yedikdən sonra bir də əlavə edəcəm. Bu günlük qutaracaqdır, yəni bu qədər. Çalışdığımız qədər balıqlarımızı polunu yedirtməyək. Çünki ziyandır, xeyri yoxdur. Balıqlar ac qalmağından ölən deyil. Yəni fikirləşməyin ki, balıqlara çox yem versək böyüyəcək. Əksinə tez bala verəcək. Xeyri yoxdur, yəni o qədər əksinə ziyanı var, qəbizlik yaradır. Dediyimiz kimi isparazitdən tutmuş bir sıra xəstəliklər gətirir özü ilə. Amma artemiya verilsə, demək olar ki, xəstəliklərdən uzaq olurlar. Ən çox xəstəlikləri gətirən tükan yeməkləridir. Canlı yeməklərdən yəni o qədər xəstəlik gəlmir. Düzdür, onları da çox vermək olmaz. Çalışmaq lazımdır ki, həftədə 2-3 dəfədən çox verməmək şərti ilə artemiya, su birəsi və s. və axır onlardan vermək olar. Hər kəsə xoş izləmələr, xoş hobilər. Bizləri izlədiyiniz üçün çox sağ olun. Minnətdarıq sizlərə. Bizləri izləmədə qalın, kanalımıza abunə olun. Videonu bəyənməyi unutmayın. Bəs siz balıqlarınıza gündə neçə dəfə yemək verirsiniz?
Şərh bölməsində yazın, fikirlərinizi bildirin, paylaşın, bizlərlə bölüşün fikirlərinizi. Hər kəsə xoş o bilər.